Salam yoldaşlar, belə bir suala baxaq. Bizdən nöqtələrin yerinə ümumiləşdirici söz əlavə edə bilməyəcəyimiz variant istəyir. A bəndində bir sözlə ifadəsinin sol tərəfində olan durğu işarəsi tire olmalıydı, vergül yox. Həmçinin burada həmcins üzvlər olmalıydı ki, biz sağ tərəfə ümumiləşdirici söz əlavə edə bilək. Ona görə cavab olar A bəndi. Və burada bir məqamda diqqətinizə çatdırım ki, bir sözlə ifadəsinin sol tərəfinə əlavə edəcəyimiz durğu işarəsi ümumiləşdirici sözə görə əlavə olunur. Sağ tərəfində olan durğu işarəsi isə ümumiləşdirmə məzmunlu ara sözə görə, yəni bir sözlə ifadəsinə görə əlavə olunur. Bu məqam testlərdə istifadə olunur, həmçinin qəbul imtahanında da istifadə olunan məqamlardan biridir. Baxaq B bəndinə. Burada Göytəpəni, Kazımabadı, bunlar həmcins üzvlərdir. Ona görə ümumiləşdirici sözdən istifadə eləmək olar. Eyni ilə C bəndində, D bəndində də, yəni ümumiləşdirici sözdən istifadə eləmək olar. Çünki həmcins üzvlər var. E bəndində də həmcins üzvlər var. Ona görə ümumiləşdirici sözdən istifadə eləmək olar. Cavabımız olar A bəndi.